Göygöl rayonunda heyvandarlıqda genetik seleksiya və biotexnologiya inkişafı gedən yol adlı elmi praktik konfrans keçirilib. Əvvəlcə tədbir iştirakçıları rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Tədbirdə ölkənin müxtəlif elmi tədqiqat institutlarının rəhbərləri, nazirlik nümayəndələri, alim və mütəxəssislər iştirak edərək heyvandarlıqda innovativ inkişaf, genetik resursların qorunması, seleksiya texnologiyalarının təkmilləşdirilməsi və aqrar sahədə müasir çağırışlar barədə fikir mübadiləsi aparıblar. Konfransda çıxış edən Göygöl rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov çıxışında Göygöl rayonunun aqrar potensialı və bölgədə həyata keçirilən dövlət proqramlarının genetik seleksiya və biotexnologiyanın heyvandarlıq məhsuldarlığının artırılmasında əhəmiyyətini vurğulayıb. Çıxış edən Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev institutda aparılan tədqiqatlar, genetik xəttlərin təkmilləşdirilməsi və süni mayalama texnologiyalarının inkişafı barədə məlumat verib. O, ölkə heyvandarlığının rəqabət qabiliyyətinin yüksəldilməsi üçün elmi yeniliklərin geniş tətbiqinin vacibliyini xüsusi vurğulayıb. Ümumiyyətcə Azərbaycanda heyvandarlıq sahəsi çox ağır bir sahədir və elmi tutumlu sahədir. Bugün heyvandarlığın biz inkişafından deyəndə ancaq elmi əsaslarla inkişafdan danışmalıyıq. Çünki elmi əsaslarla heyvandarlığın inkişafı gələcəkdə bizim ixal edən dövlətdən ixrac edən dövlətə çevrilməsinə imkan yaradacaqdır. Bugünkü gündə biz deyirik genetika sahəsi, genetik tədqiqatların aparılması bugün ən vacib sahələrdən biridir. Çünki heyvandarlığın inkişafı elmsiz mümkün deyil. Bugün genetikanı biz tətbiq eləsək, genetik tədqiqatları tam əsaslı heyvandarlıqda tətbiqinə nail ola bilsək, bugün biz deyərdik ki, artıq bir neçə ildən sonra Azərbaycan heyvandarlığı dünyanın ən ön gedən ölkələrinin sırasında dura bilər. Bugünkü gündə yenə qeyd etmək istəyərdim ki, heyvandarlıq sahəsi artıq o mərhələyə çatıb ki, bugün genetik tədqiqatlarsız heç bir sahədən, heç bir tədqiqatlardan danışmaq mümkün deyil. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə çıxışında aqrar innovasiyaların tətbiqi, rəqəmsal texnologiyalar və məlumat bazalarının heyvandarlıq təsərrüfatlarında effektiv idarə etməyə verdiyi töhfələrdən danışıb. O, bildirib ki, genetik seleksiya istiqamətində innovativ layihələrin genişləndirilməsi qarşıya hədəf kimi qoyulub. Bitki mühafizəsi və texniki bitkilər direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İbrahim Cəfərov çıxışında aqrar elmlər arasında inteqrasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, sağlam yem bazası və davamlı bitkiçilik heyvandarlığın genetik inkişafı üçün əsas təməl rolunu oynayır. Tədbirdə öz fikirlərini bildirən Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın təşkili və monitorinqi şöbəsinin sektor müdiri Tərlan Əskərov Respublikada heyvandarlığın monitorinq sistemi, yeni yanaşmalar və təsərrüfatlarda məhsuldarlıq göstəricilərinin təhlili barədə məlumat verib. O, genetik seleksiyanın dövlət proqramlarında xüsusi yer tutduğunu qeyd edib. Bu cür elmi, praktiki, texnik konferansların keçirilməsinə böyük ehtiyac vardır. Hansı nöqteyi nəzərdən? Çünki biz heyvandarlığın inkişafı yolunda elmi əsaslara biz əsaslanmasaq, elmi praktiki əsaslara əsaslanmasaq, həmin sahənin inkişaf edilməsi qeyri-mümkündür. Hal-hazırda Respublikada baş sayının azalması heyvanlar arasında tendensiyası var. Və bu fonda biz mütləq heyvandarlıq sahəsində, həm xırda heyvandarlıq sahəsində, həm də iri boyunluqda məhsuldarlığın artırılması yoluna qədəm qoymalıyıq. Bu da ancaq elmi əsaslarla mümkündür. Çünki genetika seleksiya işlərinin görülməsi heyvandarlıq sahəsində məhsulların artırılmasında əsas yollardan biridir. Tədbirdə söz alan digər natiqlər də aqrar sahənin müxtəlif istiqamətlərində elmi əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, bitkiçilik və heyvandarlıq sahələri arasında qarşılıqlı elmi dəstək ümumi aqrar inkişafın əsas dayaqlarından biridir. Həmçinin ölkədə aqrar siyasətin elmi əsaslarla formalaşdırılması, heyvandarlıqda iqtisadi səmərəliliyin artırılması və analitik tədqiqatların rolundan danışılıb. Genetik seleksiya ilə bağlı qərarların düzgün planlaşdırılmasında elmi təhlilin xüsusi çəkisinin olduğu vurğulanıb. Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra konfrans bölmə iclasları ilə davam edib.